Yay yaxınlaşdıqca istirahət mərkəzləri, kurort və sanatoriya üz tutanların sayı da artır. Bəzi vətəndaşlar dövlət hesabına istirahətə gedə bilərlər. Bu iki yolla mümkündür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə və Sosial Xidmətlər Agentliyi vasitəsilə. Bəs bu imkandan kimlər və necə yararlana bilərlər? Güzəştli şərtlərlə göndərişi necə almaq olar? Ətraflı sujetdə. Güzəştli və ya pulsuz kurort sanatoriya göndərişlərinin verilməsi Nazirlər Kabinetinin 406 və 128 sayılı qərarları ilə tənzimlənir. Bu sənədlərə əsasən işləməyən, əlilliyi olan şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar, 2-ci Dünya müharibəsinin iştirakçıları, işləməyən şəhid ailəsi üzvləri, Çernobıl əlilləri, onların ailə üzvləri və digər imtiyazlı şəxslər sanatoriya kurort yollayışı ilə təmin edilir. Bəs bu şəxslər göndərişləri almaq üçün hara müraciət etməlidirlər? Əlilliyi olan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST agentliyinin müvafiq DOST mərkəzlərinə, regionlarda isə tibbi sosial ekspert komissiyalarına yaxınlaşmaqla göstəriş əldə edir və Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik siyahısına daxil edilirlər. Şəhidlərimizin ailə üzvləri və digər kateqoriyadan olan vətəndaşlar yerli tibb müəssisəsi tərəfindən verilən sanator kurort kartasını əldə etməklə Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, DOST mərkəzi ilə əhatə olunmuş regionlarda isə DOST mərkəzlərinə yaxınlaşmaqla növbəyə dayana bilərlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da vətəndaşlara güzəştli istirahət imkanı yaradır. Amma bu, yalnız Həmkarlar İttifaqı üzvü olan şəxslər və onların ailə üzvlərinə şamil olunur. Bu göndərişləri almaq üçün vətəndaşlar Həmkarlar İttifaqları Konfederasiyasının Kurort Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərlər. Kurort Turizm İnformasiya Mərkəzinin əsas məqsədi Həmkarlar İttifaqı üzvlərinin, sığorta olunanların və əmək pensiyaçıları üçün güzəştli və qismən ödənişli yollayışların təmin olunması üçün yaradılıbdır. Yollayışla təmin olunması üçün üzvlər və yaxud sığorta olunanlar, əmək pensiyaçıları müraciət edirlər Kurort Turizm İnformasiya Mərkəzinə. Həm canlı olaraq mərkəzə yaxınlaşa bilərlər, eyni zamanda da müvafiq telefon nömrələri ilə əlaqə saxlayıb, yollayışla bağlı lazımı olan məlumatları təqdim etdikdə yollayışla təmin oluna bilirlər. Mərkəz İçəri şəhərdə Sabir küçəsi 7 ünvanında yerləşir. Yay mövsümünün yaxınlaşması ilə bura müraciətlərin sayı da artıb. Hazırda Kurort Turizm İnformasiya Mərkəzi ölkənin müxtəlif istirahət və müalicə sanatoriya mərkəzlərinə göndərişlər verir. Hal-hazırda Respublikanın bütün bölgələrində həm istirahət məqsədi ilə yollayışlarımız var, eyni zamanda müalicə almaq üçün müxtəlif profilli, yəni xəstəliklərdən asılı olaraq müxtəlif istiqamətlərdə yollayışlarımız var. Bu həm naftalan ola bilər, həm bilgə, kardioloji, günəşli nevroloji, şıx, dayaq hərəkət xəstəliklərinə aiddir, naftalan və digər istiqamətlərdə yollayışlarımız mövcuddur. Qeyd edək ki, Kurort Turizm İnformasiya Mərkəzi yaradıldığı gündən 8000-dən çox vətəndaş müraciət edib və onlardan 85%-i yollayışla təmin olunub. Sosial Xidmətlər Agentliyi isə 2020-ci ildən bugünə qədər 13000-dən çox vətəndaşı sanatoriya kurort yollayışı ilə təmin edib. Elvin Muradov, Amil Əliyev, Şəkərnaz Şahəliyeva, Vəfa Şəhlayi, İqtisadi Zona.